qrup əlil olan Fatma Babayevanın anadan gəlmə yeriməsində qüsur var. Uşaq evində 7 yaşına dək qalandan sonra tale üzünə gülüb. Bir ailə onu övladlığa götürüb. Həmin gündən o ayaqlarının qüsurunu əlləri ilə aradan qaldırmağa çalışır. Fatma xalçaçılıq məktəbində müəlliminin hədiyyəsi olan xananı qurub xalça toxuyur. Ziya Bilik Köprüsünün kursunu qurtarmışam, toxuculuğu. Və xalçaçılığı da kart təşkilatında bitirmişəm. Birinci əsərim o olubdur ki, bir dənə qırmızı xalça, onun üstündə elə bir buta şəkili toxumuşam. İndi çalışıram, hər bir toxudum belə əşyaları özümdə də saxlayım və kimsə zakaz verəndə toxuyuram. Çox adam elə bir xalça ilə marağı yoxdur deyin, ona görə ən çox xaricilər bu işlə məşğuldur. Fatma Babayeva onu uşaqlığa götürən ailəsinə maddi kömək etmək üçün pul qazanmağa da çalışır. Əl işlərini istəyənlərə satır. Sifarişlə toxuduğu ən böyük ölçülü, eni 1 metr 40 cm, uzunluğu 2 metr olan xalçasından danışır. Hazırda həmin xalçanı deməsinə görə sifarişçi Amerika Birləşmiş Ştatlarında hərraca çıxarmağa aparıb. Xalçanı sərbəst bildiyimə görə mən öz ayağımın üstündə dura bilməm. Yəni, başqalarına sübut edirəm ki, mən bunu bacarıram, öz ayağımın üstündə dururam. Və başqaları bacarmadığına görə mən peşman deyiləm. Və başqalarına da öyrətməyə çalışıram, indiyə qədər də öyrədirəm. Məsəl üçün, mən öz ailəmə hamısına başa salmışam, necə etmək lazımdır. Fatmanın xüsusi istedadına Əlil Qadınlar Cəmiyyətində də bələtdilər. Cəmiyyətin sədri Elmira İsmailova Fatmanın əl işlərinin tanınması üçün müxtəlif sərgilərə göndərdiklərini deyir. Fatma xalçaçılıq bacardığı kimi, toxuculuq da çox yaxşı bacardığı kimi, artıq biz onun əl işlərinin satışını, hətta Eurovision sərgi satışına göndərmişik. Bununla biz yəni sübut edirik onu ki, xüsusi qayğı ehtiyac olanlar heç də cəmiyyətdən kənarda deyil, bərabər hüquqlular özləri də öz bacarıqlarını, yəni Allah Taala insanlara bacarıq, qabiliyyət verir ki, onlar sadəcə onları düzgün istiqamətləndirməlidir. Yəni onlar da hər şey bacar və heç də ələ baxım olur, orada əlil kimi yəni qala bilməzlər. Fatma Babayeva mübarizliyini itirmir, ancaq ümidlə ayaqlarının bir gün sağolacağını və yeriyərək tələbələrinə xalça toxumağı öyrədəcəyinə inanır. Ən böyük arzum odur ki, ayaqlarım düzəlsin və xalça müəlliməsi olum. Hamıya da xeyirxahlıq eləyim, kömək edim yəni.